Buyurun. Yaman salam. Salam aleyküm. Yaman benim yoldaşım tez bırakır yurtumda. Ben neyim? Ne bırakır? Ne bırakır? Ne bırakır? Xanımın yadına düşdü ki, profil uşaq şəkli qoyub. Yadına düşdü. Külü qoyum sənin yoldaşının başına. Vallahi. Çox xayif bizim qiriyyətli namuslu qızlarımıza ki, çox xayif. Gedib yarımırlar. Səni kimi bildin də, onun bunun nəyindən qələbə deyib ikisini də doğmuşsan, profilə də uşağımın şəklini qoymuşsan. Ki, sənin ərvin başına ki, səni arbat kimi saxlayır hələ də. Gül kimi də uşaqları var. Utanmır. Profilə qoymuşsan balası qız uşağımın şəklini, ağzımın danışını bıraxmışsan burada. Allaha and olsun, çox hayıf da, həqiqətən. Götürmə, olsa skrin elədim şəkili. Narahat olma. O şəkili zəng eləməm. Sənin profilindəyəm. Baxdım ki, görüm şəkili götürəcəksən, yoxsa yox. Poxu ye, yeməmişdən qabaq götür gəl. O kaydada paylaşın, qoy bunu əri görsün, səsini tanısın. Beləsi arvad olmasa yaxşıdır. Tərbiyəsiz, qanacaqsız. Sənin kimi barlardan çıxanlar da elə qeyb arvad olanlar. Doğulmaqla deyil ha. Sən kimi barlardan çıxanlardır. Təkdən türk qız tanıyıram ki, evindən qiriyyətli, belə namusu ilə, lenti ilə çıxsın, axıra qədər ərdə olsun. Çoxsu ilə bardan çıxanlardır, yaxşılardan qıraq. Klubdan, diskotekadan, küçələrdən. Elələri yarayır. Kim mənə qınıyır, qınasın? Bir qadın ki, profil uşağın şəklini qoyub. Zəng elib canlı yayında deyir ki, mənim ərim buraxır. O nə qadındır, onu saxlayan nə kişi olacaq ki? Mənə qınıyırsınız. Bunlar canlıdırsa məndən betər olarlar. Bunlar kupalnikdə oturar canlıda. Ərdə olanlar var ki, mən hələ boşanmışam, məndən betərdir. Hələ evində əri var ha onun.